Texnoloq Mübariz Vəliyev deyir ki, görüntüsü göz oxşuyur, dadı ləzzətli, lakin zərərləri də az deyil. Texnoloq Mübariz Vəliyev deyir ki, bazarlarda satılan quru meyvələrə uzun müddət saxlanması, parlaq və cəlbedici görünməsi, dadının qorunması və daha şirin olması üçün bəzi kimyəvi maddələr əlavə olunur. Y220, Y221, Y222, Y224, Y300. Ümumiyyətlə bunlar nədir? Bunlar əlbəttə ki, məhsulun uzun müddətli qalmasına və çiftlənməməsinə və eyni zamanda daha parlaq olmasına, daha diqqət cəlb etməsi üçün elə məhz bunlar olur. Hətta kəndlilər bu meyvə qurularının daha ləzzət və daha çəkisi ağır gəlməsi üçün, eyni zamanda daha şirin olması üçün də eləməz tərkibinə şərbət əlavə edirlər. Texnoloq quru meyvəni yeməzdən öncə onu isti suda təmiz yumağı tövsiyə edir. Allergiya ola bilər və eyni zamanda mədə turşuluğunu artıra bilər. Hamilə qadınlar və uşaqlar üçün daha allerjik risklər daşıya bilər. Meyvəni qaba qoyduqdan sonra 75-80 dərəcə qaynar suya həmin meyvənin üzərinə, quru meyvənin üzərinə əlavə edirik. 1 dəqiqə qaldıqdan sonra yuyuruq və ondan sonra rahatlıqla istifadə edirik.